Aliment bir kişinin gələcəyi üçün çox önəmli bir fürsət və çox mükəmməl şəkildə dizayn edilmiş möhtəşəm bir zəmanətdir. Möhtəşəm bir qarantiyadır. Çünki 40 yaşlarında bir kişinin yetişkin və gənc övladı, yəni oğlu və yaxud da qızı tərəfindən bu sualla qarşılaşması ki, sən mənim üçün neynəmsən? Sən mənim üçün nə eləmsən? Şalvarım cırılıb, anam alıb. Ayaqqabım cırılıb, anam alıb. Xəstələnmişəm, anam müalicə edib. Dərmanımı anam alıb. Oxumaq istəmişəm, anam oxudub. Sən mənim üçün nə eləmisən? Sualının cavabını dünyanın ən bahalı nemətləri ilə, maddi nemətləri ilə belə almaq olmaz. Bu sualın cavabı yoxdur. Bu sualın cevabı yoktur o kişinin statusundan, vəzifəsindən, o kişinin olduğu yerden hiçbirinin önemi yoktur ve bu sualın cevabını kimse verebilmez. Sen benim için neynəmsən diye. Ona göre əzizlərim, bir çoxunuz deyəcəksiniz, ay Ənvər, niye belə deyirsən? Bəli, ola bilər ki, qardaş, sən həyat yoldaşınla aran yaxşı olmayıb. Ola bilər ki, sən həyat yoldaşın doğru insan olmayıb sənin üçün. Bunların bizim övladımıza heç bir aidiyyatı yoxdur. Heç bir aidiyyatı yoxdur. Niyə? Çünki sən həyat yoldaşından ayrılmısan. Sən xanımından ayrılmısan. Sən qızından, oğlundan, övladından ayrılmamısan. Aliment bizim maddi bir öhdəliyimizdir ki, mənəvi öhdəlikləri saymaqla bitirmək olmaz. Saymaqla bitirmək olmaz. Özünə hörmət qoyan, öz atalıq öhdəliyini yaxşı şəkildə anlayan, kişilik vəzifəsini yaxşı şəkildə anlayan bir insan üçün bu həqiqətən önəmli bir dəyərdir, önəmli bir fürsətdir. Amma indi düzdür, bir çox insanlar var ki, zorla belə o alimenti ala bilmirlər. Bu da sənin övladındır. O sənin övladındır. O sənin öhdəliyindir ki, bunları deməkdə məqsədim, sən mənə neynəmisən sualı ilə heç vaxt qarşı-qarşıya qalmamağımızdır. Mən heç bir kişiyə alimenti öyle ödeyə bilməyəcək durumu arzu etmirəm. Sizin ən asan yolla alimenti ödəmə durumunuzu arzu eləyirəm. Bunu sizə arzuluyuram. Heç bir kişini övladları qarşısında, heç bir atanı övladları, oğlu, qızı qarşısında çarəsiz vəziyyətdə görmək istəmirəm. Hər zaman onların yanında başı uca, mənəvi və maddi öhdəliklərimizi yerinə yetirərək alnımızın açıq olması diləyilə. Xoş qalın, xoşluqla qalın.